Ekran maksimum dərəcə bəyənirik dostlar. Hər birimiz. Aytən, peki gələsən bir izləyicilər. Danışa bilmirəm ki, Sevincini bölüş. mən elə deyə bilirəm ki, çox yəni xoşbəxtlik də, yəni çox sağ olsunlar valla. Nə istər keçirdin o deyir ki, ev dustaqlığı qət imkan tədbirini əvəz edir. Dondum qaldım da, yəni sevindiyimdən heç bilmədim nə elədim. Arzunun orada pis olmağına vəbşi şey oldu. Orada sevindiğinden Arzu da ne hala düştü. Şükürler olsun, şükür. Təbii ki, gözüm ağrıyor. Vallahi Allah razı olsun. Kurban olarım da. Allah köməyiniz olsun. İnşallah. Belə dostlar. Səbirsizliklə gəlməyi gözləyə görə. Cədələ oradan da imkan versin, ərzində sənət alsın. Sağ olun. Qarşı tarafdan şeyi gördüm də. Sən o bəlgili gördüm. Ki el Canlını mənə dəyərli olan insanlardan Mirzahmət Qədirli Tarix Əliyev də istəyir. Salamlayıram. Hər iki dostumuzu salamlayıram. Ha. gelin oğlum gel. Şöyle balık gel. Nasıl ne alalım? Adi salın sürekli Adi süsle de. Bir tanesi otak temperatürü, bir tanesi soy. Balıklar kalsın. Bende var ya kol. Balatım değil. Sizde ne alın? Bir dənə də adi Adi süs. süs. Üç tane adi Sizde de adi süs. Maksimum dərəcədə ekran. Sen danıştın. Allah'ın sağlığı olur. Elə bu kostyumu giymişdin hökmü, yoxsa hökmü? Düşündü Sən kostyumlar bir şey elə də, yəni bununla bəraət almışam. Kımın elmə. Qismən. Elnur mənim möhtəşəm insan. Tamam. Tamam sen ne? Hoş gördük. Necədir vəziyyət? Nə var deyə əzizim? Minnətdaram, var ol. Tamam, tamam. Günün qəhrəmanları dostlar. Hamı deyir, hüquqları bir, amma dostlar 28 saylı vəkil bürosunun rəhbəri Hikmət Əliyev, bir də vəkillərimizin müəllimi, mən belə heç bir onu demək istəmirəm də, vəkillərimizin müəllimi Fərid Həsən. Tarix Əliyev salam deyir sizə. Bir dəfə yığmışdım mən soruşum. Salam əleykum, hər vaxtınız xeyir. O iki canavar vəkili də təbrik edirəm şəxsən. Əsas ona görə qoşulmuşam. Bir dənə tut Hikmət müəllimin üzünə şəxsən deyir. Salam əleykum, təbrik edirəm. Qardaşım, uğurların bol olsun. Necə ki belə uğur qazandı. Sən Fərid müəllimi həm də səni təbrik edirəm. Yəni böyük bir uğurdu. Fərid müəllim salam. Salam, salam. Hər ikinizi də təbrik edirəm. Yəni gözəl uğur nəticəsində həqiqətən də uğurlu iş oldu Hikmət müəllim. Nətərsiz, keyfi sağ olun. Vəkilin keyfi bu yerdə necə olar? Hikmət müəllimi şəxsən təbrik edirəm, Fərid müəllim hər ikisini də. Onun kamerası oldu bu. Orxan ev dostlarına buraxıldı, hə? Bəli, bəli. Hə, lap yaxşı, xeyirli olsun. İnşallah danışarıq. İnşallah, oldu qədər. Oldu, sağ olun, sağ olun. Bəli, bu 21 min, bu 21 mindən də artıq ola bilər, söz yox.
Ekranı bəyənirik dostlar. Hər birimiz ekranı bəyənirik. Ekranı bəyənirik, artırır, paylaşırıq. Arzunun şad xəbərini paylaşırıq. Bu hörmətsizlik olmuş. Yaxları bildirdiniz ki, mən atanın Fuat çox söylüyor. Atanın ablusu 19 bin adam var, bizdə amma 22 bin. Hər birimiz dostlar takip atırıq. Ekranı bəyənirik. Fadik çox sağ ol, Miri çox sağ ol. Mənə nə xoş ki, yəni hər biriniz onsuz qınıyırdınız məni. Mənə nə xoş ki, peşə bayramında xoş xəbər. Artıq mənə xoş xəbər deyin də, loğu xəbər deməyin. Deməli xoş xəbər də deyə bilirəm. Güclü vəkillərin sayəsində, ədalətli hakimlərin sayəsində xoş xəbər də deyə bilirik. Yəni bizim məqsədimiz pis xəbər demək deyil. Ziko Dağlı, minnətdaram. Mən ümid edirəm ki, yəni bu canlıda bütün tiktokerlər hamısı həmrəy olub. Azdan çoxdan arzuma hörmətləri də var. Orxan, necəsən? Sağ ol əzizim, sən necəsən? Mən Azərbaycan məhkəməsini təbrik etmək istəyirəm. İndi vəkillərin işi odur ki, vəkillər sağ olsunlar, vəkillər sübutlar yetirirlər. Amma mən bu günləri doğrudan da düşünürəm ki, Azərbaycanın başda bizim Ali Məhkəmənin sədri İmam müəllim olmaqla bütün vicdanlı hakimlər, qanunu qoruyan hakimlər sağ olsunlar. Çünki buradan da Amalın ailəsinə demək istəyirəm ki, Allah yenə də Amala rəhmət edəsin. Amma təkəbbürlü insanların başını aşağı salır həmişə. Təkəbbürlü insanları nifrətə gətirir. Bu günləri siz bağışlamadınız, Sənubərin atası bağışlamadı. 70 bin, 40 bin bu söhbətlər qaldı qıraqda. Bu günləri hakimimiz belə bir qərar verdi ki, ev tutsaqlığı, əminəm ki, Fərid müəllim, Hikmət bəy, bunlar inşallahdır ki, bu iş yenidən baxılacaq. Çünki bildiyimə görə bu iş yenidən istintaq, yenidən açdırılacaq və mən çox əminəm ki, Arzunun, Bəraətin bu iki möhtəşəm vəkillər qazanacaqlar. Ona görə təkəbbürlü heç kimə yaraşmır. Allah təkəbbürlü insanları sevmir. Azərbaycan xalqı vaxtında sizə yalvardı. Heç mən sizi tanımıram. Heç bilmirəm kimsiz, nəçisiz, amma gördünüz ki, özünüz mediaya yaydığınız atavızın vəzifəsi kimlərlə işləyib, bunlar sizə xeyir gətirmədi. Çünki təkəbbürlü elədi. Sonuncu dəfə mənə dediniz ki... Yox, mən deyirəm, adə olan da sözünə iş olmayacaq. Bu devlər kiminsə atasının sözü ilə, anasının sözü ilə iş görmür. Söhbət bundadır ki, Allah Teala ədaləti sevir və biz məhkəmələrimizə həmişə inanmışıq. Hakimlərimizə inanmışıq, vəkillərimizə inanmışıq, qanuna inanmışıq və mən düşünürəm ki, Allah Teala heç bir balanı buradan mən əminəm ki, elə o uşaqların da elə çağırışı dəstək olur. Soyuqdur. Ona görə də Allah ölənə də rəhmət eləsin. Allah Arzunun da balalarına qovuştursun inşallah. Ev tutsaqlığıdır. Əsas odur ki, dəmir barmaqlılar arasında deyil. Allah yaxşı vəkillərimizi, yaxşı hakimlərimizi qorusun. Bu devlətdə bizim güvənəcəyimiz yer məhkəmədir. Haqq ədalətin bərpa olunan yer məhkəmədir. Allah Teala heç bir balanı, onun oğlu ki başını vurur deyə belə ya. Allah heç bir valideynə evladını belə görməyi nəsib eləməsin. Mənə də xoşdur ki, yenə deyirəm ki, yəni 2 yılda təbii ki, onun hökm xəbərini verdim, amma 22 yıl bu günləri Milli Mətbuat günüdür. Xoş xəbəri verdim. Mən də sevinirəm ki, məhz peşə bayramı günündə mən xoş xəbər verdim. İndi orada biri var, tanımıram. Biri o yanda bir yayım açıb. Deyir ki, mən demişdim ki 99% bıraxacaqlar. 99% Allah bilir, vəkillər bilir, hakim bilir. Ona görə burada... Yəni mən bət xəbər vermək mənim, yəni bir... İndi səndən məqsədim yox ki, yalnızca bət xəbər verim. Mənə xoş ki, xoş xəbər verdim. Mən də səndən bir şey xərcim. İnşallah bugün də qarşı tərəfin ailəsini canlı yayıma alıb, axşam vaxtı cəmaatın qanını qaraldırmasında. Yəni ki, bu söhbətlər məncə yığılsa bu TikTok'dan. Arzum da məncə vəkilləri ona icazə verməyəcək. Məncə canlı yayıma çıxsınlar. İcazə verməyəcək. Mən elə gəlir ki, Arzum canlı yayıma çıxmasın. Heç bir TikTok, nə bilim, marketdə işləyən, nə bilim, özü, nə bilim, neyniyən Arzuya zəng vurur. Bunun səsinin canlı açılır, peşəkar bir canlı açılır və xəbər informasiya verilir. Görüntülər sizə təqdim olunub, tardı getdi və salam. Bənizin də tutulmağında
Ramalın günahı oldu da götürdü onun telefonla səsini Evet. yaydı. Hakimlər gördü. Ona görə heç kim Arzuma, Ayşə, o qız var ya Aytən onun yanında. Ona zəng vurub onun səsini canlı efirdə verməyin, lazım deyil. Qoyun vəkillər işlərini görsünlər. O da qoy evində otursun balaların Məhkəmə istintaqı hələ davam edir. Ona görə də Bəli, lazım deyil. Hələ məhkəmə Olmaz. bitmir. Olmaz belə şeylər. Təbrik edirəm bütün arzu sevənləri də. Mən də təbrik edirəm. Allah yenə də deyirəm Amalın ruhu şad olsun. Məncə Amal bu günləri rahat yatacaq orada. Çünki insanlar ona bəddua eləməyəcəklər bacısının, anasının egosuna görə. Amal ruhu şad olsun. İnşallah da ki, vəkillərimiz də sağ olsunlar. Əsas da ki, qanunlarımızın keşiyində duran hakimlərimiz var olsunlar. Tanımıram hakimi, Elnur müəllimdir dün adını. Elnur Nuriyevdir, bəli. Allah var eləsin, ananı balalarına qovuşturmasa da Möhtəşəm insan. o zindandan çıxardıb ev tutsaqlığı verdi. Sağ olsun inşallah. Möhtəşəm insan. Sağ ol Orxan. Sən də ki, nə heç şeyin narahat olma. Bu sənin peşəndir. Sən bunu eləməlisən. Yəni bu başqa nədir ki heç nə. Tolik Var belə ol. deyim ki, sən də nə qədər olmasa bizim Yo, sayədə yo, olmuşsan, mən uzun heç şey müddət yox, aparıcı qardaş. olmuşsan. Mən Mən də bu Arzu Milli Mətbuat xəttini Günü çox münasibətilə elə Sağ mən ol. sənə də təbrik edirəm. Var ol qardaş, var ol. Allah pulla 50 manat, 100 manat alan o səhifələr vardı ki, arzunu pisləyirdilər. Onlara da Allah insaf versin. İndi evinizə çörək aparanda indi bunu da yazın. Bunu da pulsuz yazın. Ailədən pul alıb yazdığımız xəbərlərin indi qarşılığında da bunu da yazın. Yəni xoş Əgər o xəbər haqq verirəm ədalət mənə varsa- xoş. Yəni heç Bəli. kim düşünməsin ki, mənim qərəzim var. Yəni mən Orxan elə istəsə iş 30 çalışdım. min dolar Orxanın yayımı. Niyə belə deyirsiniz ki, qurban olum? Orxan yayımlarında indi inşallah axşam amma mənim Orxandan bir xahişim var ki, qarşı tərəfdən heç kimi qaldırma ki, çünki ehtiyac yoxdur. Təbii ki. Və mən buradan demək istəyirəm ki, kimlərsə çıxır məhkəmədən qabaq deyir ki, mən deyirəm falan kəsi 100% bağışlayacaqlar. Siz onu bilə bilməzsiniz. Onu hakimdən başqa heç kim bilə bilməz. Ona görə də hakimlərin hər birisi Azərbaycanda haqq ədalət var. Azərbaycanda qanunlar işləyir. Meyəzə də buradadır. Gözün aydın Meyəzə. Axırıncı dəfə səninlə mən Arzumun maması bir xanım danışdıq. Yadınızdadır. Anasına da dedi ki, heç kimə gedib işləyirmək lazımdır. Azərbaycan qanunları işləyir. Azərbaycanda qanun var. Hakimlər qanunu yaxşı bilir. Heç bir hakim heç kimin atasının sözü ilə oturub durmur. Beləyə qalsa cənab prezidentin təyin elədiyi vəkilləri gecə ilə gəlirlər, səhər işli olanda aparırlar, məhkəmə qarşısına çıxardılar. Azərbaycanda qanun da var, qanun şahdır. Heç kim öz qohumlarının, əqrəbələrinin harda işləməyindən istifadə eləməsin. Allah yaxşı hakimlərimizi qorusun. Allah Teala Arzunun da ailəsinə bir də bu belə şeyləri, nəinki Arzunun ailəsinə, elə Amalın da ailəsinə Allah səbir versin. Məncə Amalın da ailəsi Şəfaya da, o xanımlara da deyər ki, canlı yayım açıb ağzınızdan gələni danışmayın. Çünki mənə elə gəlir ki, Arzum ev tutsağlığına buraxılıbsa, vəkilləri inşallah peşəkardırlar. Onlar da Azərbaycanda olan bəzi xanımlar var ki, canlı yayım açıb ağızlarını Allah yoluna qoyublar. Onlar haqqında da Daxili İşlər Nazirləri şikayətlərini bildirsinlər ki, onlar canlı yayım açıb kiminsə şəxsi həyatını müzakirə edə bilməz. Çünki onların işi başqadır. Hərə öz işi ilə məşğul olsun. Burada necə deyərlər, 5-10 gün sevindiniz, dediniz, o günləri bir yayımda gördüm. Deyirlər ki, Arzum getdi orada 2 gün, 3 gün yatdı. Bizə bu bəsdir. Allah sizi 5 gün, 10 gün sevindirdi. İndi Allah da Arzum balalarını sevindirsin. Özünüzdən müğayət olun Orxan atam. Var ol. Sənin də bayramın mübarək. Heç kim də nə Arzumun ailəsinə pis sözlər deməsin, nə Amalın ailəsi haqqında pis sözlər yazmayın, nə Sənubər haqqında pis sözlər yazmayın. Allah Teala hamının yolunu açıq eləsin. İnşallah Hikmət müəllim, Fərid müəllim, bayaq Orxan necədir, vəkillərin müəllimidir. Yəni vəkillərə müəllimlik edib və bugün bir müəllim sevinir ki, onun şagirdləri, ondan yaşda 10 yaş, 20 yaş balaca olan insanlar qanunları gözəl bilirlər və Allah Teala yenə də mən buradan Ayşə əgər eşidirsə, Ayşə sənə deyirəm, sənin səsin bizim başımıza düşür. Biraz orada çox qışqırırsan. Eləmə ki, bunu o birisi tərəf yayım açıb, o birisi tərəfi təqdir eləməyin. Olmaz. Onların da acısı var. Elə bəlkə də bu məsələdən sonra ailə ilə özü gedib könüllü olaraq barışıq ərizəsini verər. Çünki gördü ki, qanun yalnız barışmaqla olmur da. Qanunun hər iki tərəfi var. Qanun sənə deyir ki, bağışla ginən, ədalətli ol. Amma bağışlamırsansa, qanun da səndən asılı deyil. Orada elə bir paragraflar var ki, orada heç bağışlanmağa ehtiyac da olmur. Vəsə var olun. Allah bugünü doğrudan xoş xəbər oldu. Çox sevindim Orxan. Necə deyim, bilmirəm, o Arzunun o uşağının başına vurmaq videosunu mən sənə atmışdım. Mən sizə bir etiraf edeyim. Buradan bəlkə də Arzunun ailəsi qulaq asır.
Arzu nəyət Neyse, yox. xoş Deniz, gördük. Orxan onu bilməyərək o həmən günü paylaşmışdı. Mən ona zəng vurub deyəndən sonra o Arzunun evladlarının çıxışını görməmişdi. Ona görə onu silmişdi və uşaqları paylaşmışdı. Orxanın qəlbində kin yoxdur. Orxan pis adam deyil. Çünki Orxan bəlkə də indi həyatda, bəlkə nədənsə indi xətrinə deyiblər, söyüblər onu. O da bir, amma Orxan qəlbində pis insan deyil. Mən pis insanları da tanıyıram. Bizim də az yaşımız yoxdur. Amma Orxan mən əminəm ki sevinir, çünki Arzumun çıxmağı onun da vicdanında biraz rahatçılıq tapdı. Çünki ilk dəfə o ailəni gündəmə gətirən də Orxan oldu və bu günləri Orxan rahat gedib evində yatacaq. Onun vicdanı onu incitməyəcək və bu günləri mən yenə də buradan Amalın ailəsinə deyirəm ki, Allah sizə səbir versin. Amma əziz ana, Azərbaycan xalqının daha da böyük sevgisini qazanmaq istəyirsinizsə, heç Arzumun sizə bağışlanmağı, onu sizin, mən bilirəm ki, Arzumun anası sizin evinizdə olanda siz onun üzünə demirsiniz ki, sənin 4 dənə nəvən də ölsə mənim umurumda deyil. Mən bilirəm, siz bunu əsəbə görə demirsiniz. Arzumun da anası bunu qəbul edib, demirsiniz ki, sənin nəvələrin ölsün, mənim oğlum ölüb, biz sizi başa düşürük. Amma mən sizin yerinizdə olsam, sabah gedərəm notariusa, orada Arzunu bağışlanmağım haqqında bir yazı yazaram və verərəm ona hakimə, deyərəm ki, biz onu kağız üzərində bağışlayırıq. Arzunun balaları günahsızdılar. Allah Amala da qəni-qəni rəhmət eləsin, yeri cənnətlik olsun. Barışıq olmayıb, yox, barışıqsız da hakim ev tutaqlığı verə bilər. Yəni, ona görə də Allah Teala sizin də ürəyinizə rəhm salsın. Bu Məhərrəm ayında siz də evladınızın rahat yatmasına görə, bu xalqın daha da böyük sevgisini qazanmağına görə bəlkə də inşallah bu addımı atarsınız. Allah sizi var eləsin. Allah Arzumun da anasının gözünü aydın eləsin, balalarının gözü aydın olsun. Bütün Arzumu sevənlər deməyək, Arzumun balalarına görə narahat olanlar. Çoxları Arzunu sevməyə bilər. Amma balalarına görə narahat olanlar bilsinlər ki, sağ olsun Hikmət müəllim, Fərid müəllim başda olmaqla bizim hakimlərimiz bu. Çünki apellyasiya məhkəməsində bildiyimə görə 3 hakim bu işə baxıb və 3 hakimin, düzdür, Orxan? Bəli, 3 hakim. 3 hakim olub da. Bəli, 3 hakim. Yəni 3 hakimin sonunda bir qərara gəlib də Elnur müəllimin rəhbərliyi ilə onu ev tutaqlığına azad eləməyi bu Azərbaycan məhkəməsinin aliliyidir. Azərbaycan məhkəməsinin heç kimdən asılı olmamağını göstərir. Azərbaycan məhkəməsi heç kimin təpkisi altında qalmır. Heç bir hakim heç kimin sifarişi ilə ya da tapşırığı ilə heç bir şey edəmir. Ona görə də var olsun Azərbaycanın yaxşı hakimləri. Sağ ol Orxan, çıxıram atam. Minnətdaram əzizim. Sağ ol atam, var ol. Dostlar, Meyza da qoşulmuşdu. Elə Meyza da bildirdi ki, belə o da deyirdi ki, ürəyim dalmışdı, yenə çıxacaq da. Əminliklə ürəyimə dalmışdı, yenə çıxacaq. O hissləri güclüdür. O da təbrik edir. Hə, Şaxta baba mənə xəbər vermişdi dünənlərim. Yəqin sən də sevinirsən, sən də öz xoş sözləri bilirəm. Yəqin nədir? Göylərdə uçuram bir dəqiqə. Arzumu göstər bir məndən bir nəmər. Yaxşı. Çıxsın göstərəcəm inşallah. Onu da salım aşağı, inşallah çıxanda xəbər verəcəm. Mən çıxıram, mən gələcəm birazdan. Tamam. Xəbər verərsən mənə. Ol. Su içeyim. Dostlar, o gün olsun ki, bu xəbəri Roşka üçün verin. Bax, bunu qayd edin. O gün olsun ki, bu xəbəri Roşka üçün verin. O gün olsun ki, bu xəbəri Bənüş üçün verin.
elə qoy siftəni ilə arzum eləsin. Ardınca da Roşka, ardınca da Bəniz. Roşkanın fanatları varsa burada səs eləsinlər. Ağan 17. Deyəsən anar qardaşımızı səhv etməlisin. İndirəm, o gün olsun ki, bu xəbəri, bunun ardınca da Roşkanın azadlıq xəbərini sizə verim və yaxud da ki, Bənizin. Siftəni arzum elədi. Görək necə olacaq. Roşkanın fanatları varsa səs eləsin burada. Hər birimiz də canlını bəyəndirik dostlar. Maksimum dərəcədə canlını bəyəndirik. Nazlı Hol restoran, xoş görün. Fatima, təşəkkür. Bəyənmə sayını artırırıq dostlar. Bəni sevgiləri vaxtın bilirəm ki, artırmaq olar. Populyarlığı artıraq. Qoyub canlı arzumun azadlığa çıxmasıyla bağlı açılan canlı populyarlıqda bir olsun. Takip atmağı da unutmayaq. Hər birimiz bəni sevgiləri atırıq. İndi sənədləşmə işi gedir, bu sənədləşmə işi geçsin. Adi 085, xoş gördün, Naxçıvanlı balası. Mən üçün nə xoş ki, yəni mən peşə bayramında bu xəbəri verdim. Bəni sevgiləri dostlar, bəni sevgiləri artırır, populyarlıq bir olsun bu canlı. Belə canlı bir olmalıdır da. Bəraət, azadlıqla bağlı olan canlılar bir olmalıdır. Nəinki məhkəmə prosesləri. İnşallah bu prosesdən biri də Roşka üçün olacaq. Fatima, təşəkkür. Kim, digər yoldaşlar, adınızı oxuyamadım, çox sağ olun. Təşəkkürlər Fərqin Əliyevə. Kim oldu başqa? Gözümdən qaçır. Qeyd edim ki, bugün dostlar, TikTok'da daha çox Arzum ləqəbinə tanınan İllüzə Hacıyevanın məhkəmə prosesi keçirildi. Bakı Apellyasiya Məhkəməsinə keçirilən prosesdə Okan Boyun müşahidilə gətirilmişdi zala və proses başladı. Təbii ki, vəkillər proses başlayandan sonra ürəm çox soğuk. Vəsadətlər verdilər və vəsadətlər bəli. Vəsadətlər verildi dostlar. Vəsadətlər verildikdən sonra artıq məhkəmə müşavirəyə getdi. Müşavirə getdi və o həyəcanlı bir qərar, adi xoş gördük. O həyəcanlı bir qərar, Fərqan xan xoş gördük. O həyəcanlı bir qərar, bir dənə də deyirəm, verildi. İlduzə həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz edilsin. Bax, bu xəbər olanda dəhşət, yəni dəhşət bir şey oldu da, yəni. Da onu izah edə bilməm. O sözlə izah alınması. O gərək görüntüləri çəkərdi, sizə göstərdi. Görüntülərdə icazə vermir Bakı Apellyasiya çəkişə. Bir də bir şey deyim ki, yəni çox güman ki, İllüzə da TikTok'a girməyəcək. Semka, xoş gördük. Bəli dostlar, bugün İllüzə azadlığa qovuşdu, balalarına qovuşdu, əzizlərinə, sevənlərini qovuşdu. Mən bilirəm ki, hamı da sevinir, Deniz də sevinir, onun övladları da sevinir bu xəbəri. Yadlar sevinirsə gör, doğmalarınız da sevinir. İnşallah bu xəbəri də Roşka üçün də verərəm. Bu xəbəri bənim üçün də verərəm. Hər birimiz yayını bəyənirik dostlar. Takip atırıq, yayını bəyənirik. Bəni sevgilər atırıq. Populyarlıqda artıq 13-cü yerdəyik. Ay maşallah. Bir olacaq. Ümid edirəm ki, Zeyn təşəkkür əzim. İndi İllüzə çıxanda İllüzənin görüntülərini göstərəcəm sizə. Göstərəcəm görüntüləri. Onda bilirəm ki, populyarlıq bir də olacaq çox güman ki. Fatima, Zeyn təşəkkürlər. Ürəm çox sağ ol, Xaqa çox sağ ol.
Quliyeva. Yəni hər biriniz sağ olun, Nəzrin. Çox şükür. Həqiqətən də mən buradan çox sağ olun dostlar, hədiyyəyə görə. Sərdən xoş gördüm. Şu ev dustaqlığı üçün müddət deyəndə ki, artıq proses davam edəcək dostlar. Məhkəmə prosesi davam edəcək və ev dustaqlı olacaq da. Yəni artıq azadlıqda olacaq da. Yəni qaz qalıb dostlar. Xeyr, canlı olmayacaq dostlar. Hə dostlar, Yıldızı ev dustaqlığına Azərbaycanda olacaq, Almaniyada yox. Canlını 30 min eləyək dostlar, rekordu vururuq. 30 min rekordu vururuq. Artırıq, maksimum artırıq, canlını paylaşırıq. Hürrəm, çox sağ ol, əzim, çox sağ ol. Mən təsəvvür edirəm ki, Arzum indi çıxanda nə qədər olacağıq biz. Artırıq dostlar, artırıq canlıları. Çünki az qaldı, çıxmaqlarına az qalmış. Xalqa çox sağ ol, minnətdaram verir. Hə, dostlar, məni deyirdiniz ki, Arzumla düşməndir, belədir, pisini istəyir. Gördünüz, bax, xoş xəbərini verdin. Xoş xəbərini verdik. Arzu azadlıqdadır. Mənim peşə bayram günündə bu gözəl xəbəri verdim. Bir də dostlar, Arzumun azadlıq xəbərini paylaşmışam. Onun maksimum dərəcə bəyənin. Maksimum da repost, bəyənmək. Bir daha qeyd edirəm dostlar, bu günləri Arzumun məhkəməsi keçirildi və zirvə təmir çox-çoxu Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Elnur Nuriyevin sədrliyi keçirilən proses idi. Gərgin keçən prosesdə vəsadətlərin verildi. Hikmət Əliyev və Fərid Həsənov, daha çox Hikmət Əliyevin vəsadətləri.
Dağız vəsadətləri və qısa müşavirədən sonra o möhtəşəm qərar elan edildi. Qərar əsasən İlluzə Hacıyeva ev dustaqlığına buraxıldı. Bəli, gözünüz aydın, İlluzə Hacıyeva, yəni Arzum azadlıqdadır, ev dustaqlığındadır. Gözünüz aydın. Çıxanda da indi göstərəcəm o görüntüləri sizə. Məhkəmənin qarşısındayıq, çıxanda göstərəcəyik. Səbirli olun. Artıq az qaldı, çox az qaldı. Biləm, hər biriniz həyəcanlısınız. Haydi uşaqlar, ekranları baxın, hər biriniz birdən vuraq. Ekranları vururuq dostlar. Bəli, sevgiləri atırıq dostlar. Artırıq dostlar, maksimum bənzəyirlər. Enigma 97-261, hoş gördük. Ekran, dostlar, ekranı bəyənirik. Canlını bəyənirik, takip artırıq. Təşəkkür nəzrim, minnətdaram. Yeni gələn dostlar, salamlayıram, artırıq. Rekord deyəsən vurdur, 30.000 olacaq. Canlı 30.000'ə doğru gedir. Arzum artıq çıxanda çox olmalıyıq. Qoy hamı işitsin ki, yəni arzum artıq azadlıqdadır. Bütün Respublika bilməlidir ki, arzu artıq azadlıqdadır. Ədalətli məhkəmə, ədalətli hakim. Repost edirik dostlar, canlının maksimum repost. Bu canlıdan inşallah ki Roşka üçün olacaq. En çok amma bizim canımızdadır, 600.000. Toyuq təşəkkür elədi, həqiqətən. Sizə qarşı onsuz da hər kəsin böyük rəğbəti, hörməti var.
Çıxırsan? Çöldə müsahibəyə görə. Çöldə müsahibəyə görə. Çıxır uşaq. Ara, 5 dəqiqə.